Paşa Holdingin maliyyə dəstəyi, Dövlət Məşğulluq Agentliyi, Şamaxı rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İnternat məzunlarının sosial inteqrasiyası Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə icra olunan Tənha Anaların Sosial İnkişafına Dəstək 2 layihəsi çərçivəsində Şamaxı rayonunun Göylər kəndində yeni sosial müəssisə istifadəyə verilib. Xüsusi önəmi ondan ibarətdir ki, bu layihə həm Şamaxı rayonunun Göylər kəndində, kənd yerində həyata keçirilir. Eyni zamanda xanımlar üçün iş yerlərinin açılmasıdır və xüsusi olaraq bu xanımlar həssas qruplardan olan xanımlardır. Bu da layihənin nə qədər önəmli olduğunu göstərir. Tədbirdə qeyd edilib ki, Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə uşaqlarını təkbaşına böyüdən və az təminatlı ailələrdən olan analar arasında seçim aparılıb. Seçilən namizədlər Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub və Paşa Holdingin maliyyə dəstəyi ilə layihəyə qoşulan şəxslərə zəruri avadanlıqlar təqdim edilib. Bütün əziyyəti, əməyi olan hər kəsə öz təşəkkürümüzü bildiririk komandamız adından. Çox sağ olsunlar ki, biz üçün gözəl belə böyük bir şərait yaradıblar, dəstək olublar. Hər kəsə öz minnətdarlığımızı bildiririk. Müəssisənin istehsal etdiyi məhsulların satışına Kobiya tərəfindən dəstək göstərilir. Yeni sosial müəssisənin yaradılmasında əsas məqsəd işsiz tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Mən də bir həssas ana qrupundan az yaşlı uşaqlarım var. Kəndimizdə belə bir ehtiyac çox idi. Burada anaların çoxsu, həm həssas analar çoxdur burada. Yəni çox gözəl bir layihədir. Layihə həmçinin tənha anaların və az təminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə geniş imkanlar açır. Mən tənha ana olaraq 2 körpə uşaq böyüdürəm. Hamınıza təşəkkür edirəm. Bizim kənd yerdə belə işə çox ehtiyacımız var idi. Çox sağ olun. Bu bizim üçün çox gözəl bir iş oldu. Bu şəraiti bizə yaratdıqlarına görə başda Paşa Holding olmaqla təşkilatçılara hamısına təşəkkürümü bildirirəm. Çox sağ olun. Qeyd edək ki, tənha anaların sosial inkişafına dəstək 1 layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsində işçi sayı 10 nəfərdən 18 nəfərə çatdırılıb. Layihənin davamı olaraq Göylər kəndində yaradılan yeni sosial müəssisədə 20 nəfər işlə təmin ediləcək. Qarşıya qoyulan hədəf isə yalnız Şamaxı rayonu üzrə 100 nəfərə qədər xanımların işlə təmin olunmasıdır.